Gəlin Stonehenge gedək və qış gün dönümündə baş verən o möhtəşəm anı birlikdə kəşf edək. İlin ən qısa günündə sübh tezdən tamamilə fərqli bir hadisə başlayır. İngiltərənin cənub-qərbində minlərlə insan qədim Stonehenge abidəsinə axışır. Atmosfer çox canlıdır. Hər yerdə şənlik, rəngli geyimlər və musiqi var. İnsanlar 4000 illik nəhəng daşların ətrafında səbirsizliklə gözləyirlər. Və nihayət, günəş doğmağa başlayanda mərasimin zirvə anı gəlib çatır. Qızılı bir parıltı abidəni bürüyərkən kütlədən böyük bir alqış qopur. Bu, hər kəsi təbiətlə birləşdirən ortaq bir heyrət anıdır. Yaxşı, bəs bu qədər insanı bir araya gətirən bu astronomik hadisə nədir? Qış gün dönümü, çox sadə desək, ilin ən qısa günü və ən uzun gecəsidir. Bu nöqtədən sonra günlər uzanmağa başlayır. Bu da ümid və yenidən doğuş deməkdir. Stonehenge-in özünün isə 4000 ildən çox yaşı var. Arxeoloqlar düşünür ki, abidə səma cisimlərinin hərəkətinə uyğun tikilib. Daşlar gündönümü gündoğumu ilə mükəmməl uyğunlaşır. Sanki qədim bir təqvim kimidir. Yaxşı, bəs niyə bu qədim hadisə bu gündə bu qədər insanı cəlb edir? Bu gün bura gələnlər çox müxtəlifdir. Paqanlar, tarixçilər, turistlər, ailələr. Çoxları üçün bu mənəvi bir təcrübə və ya tarixlə əlaqə qurmaq üçün unikal bir yoldur. Bu hadisə bizə fəsillər və ulduzlarla olan əbədi bağımızı xatırladır. Əslində bu, ən qaranlıq vaxtda işığın qayıdışının güclü bir bayramıdır. Bu hadisə bizi düşündürür. Bəs biz öz qaranlığımızda işığı necə tapırıq?